İnsan heyvandır. Bioloji təsnifatda belə verilmə səbəbi digər heyvanlarla ümumi eyniyyət olmasıdır. Məsələn, insan çox hüceyrəlidir. Yəni bədənimizdə 37 trilyondan çox hüceyrə var. Daha sonra hüceyrəmizdə hüceyrə divarı yoxdur ki, bu bitkilərə məxsus xüsusiyyətdir. Heyvanlarda isə əsasən qlikoqaliks olur. Hüceyrə ətrafdan bu səthlə örtülür. Bundan başqa insan hərəkətlidir, yəni motildir. Daha sonra sinir və əzələləri inkişaf etmişdir. Heterotrofdur, yəni hazır üzvü qida ilə qidalanır. Sonuncu olaraq isə cinsi yolla çoxalır və embrion inkişafı ana bətnində, plasentada gedir. Bu, tək məməlilərə xas olan xüsusiyyətdir ki, insanda da özünü göstərir. Daha sonra bir dənə də əlavə edə bilərik ki, digər heyvanlarla genetik oxşarlıq, məsələn, şimpanze ilə 98,7-99% genetik oxşarlığımız var. Və biz əgər insan təsnifatına baxsaq ki, bu Linneyin təsnifatına əsasən verilmişdir. Burada bir yerə qoyacağam, orada daha yaxşı anlayacaqsınız insanın biologiyada yerini.